Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sen verilişinin iştirakçısı Aygün, TikTok'ta canlı yayım zamanı Esmira xanımın toyu barədə suallara cavab verib. O bildirib ki, Esmira xanımın toyu olmayacaq, o özünə doğum günü edəcək. Həmin görüntüləri sizlərə təqdim edirik. Xodun al. Sərçə sağ ola inşallah. Bir dənə ekran bəyənəyin gözəl insanlar. 5-də alacağın yox, 3-də verəcəyin inşallah. Bayaq Ceyran xanım mən yığmışdı. O nömrə deyilən ki, dəyişmişəm. Başqa bir WhatsAppdayım. Nömrəsi var, bir zəhmət öz nömrəsinə yığarsınız. O mənə baxın, sizin nömrənizdir o, şəkil qoymuşsunuz. Öz şəxsi nömrəsinə yığarsınız. Hə, bırak, hə, azaq elə. Azaq elə sizə. Yeni gələn dostlar, hamısı ekran bəyənməsi eləyin. Atma, şişirdən zaddan atma inşallah. Bu böyle şişiri atıb, raskoda salasız özünüzü. Yabırçılıqdır. Hər adam bu boyda raskoda eləmə inşallah. Ancaq elə. Yusuf, nəyə gülürsən Yusuf? Nəyə gülürsən? Salam, Nailə xanım, salam. Gəlmədi. Dəzəmədi. Burada Ceyran xanım zəhvurdu, dedi onun ayının 21-i sənin yanında eləsin. Dedim, ad günüdür, o bir dənə baxım. 28-dədir. 28-də deyə sonra da deyir ki, toy olacaq. Dedim, Allah qoy. Elə biləm zarafat edir, gülə-gülə deyir. Bilməm zarafat edir, həqiqi deyil. Yox, indi o banket olunacaqdır, indi o olmasa ad günü olacaq. Yox, toy eləyirlər bunlar, yoxsa ad günü? Ad günü. Ayın 21-i ad günüdür, aprelin 21-i ad günü. İndi olsa toy da olacaq o günü. Oğlan, kişi gəlmədi efirə, yalancı çıxdı. Salam. Yaxşı. Eyvaz, bir dənə qəşə düzər. Vay dədəm var ya, mən buradayım, öpürəm səni Yusuf. Allah, indi şappa-şap toydu maşallah, Allah xoşbəxt versin. Allah xoşbəxt versin. Yusuf, öpürəm sənin gözlərindən. İnşallah Yusuf'a da takip atın, Roza Gülü ilə. Sağ ol, qardaşım. Sağ ol, ürəyim qurban. Allah səni var eləsin. Bu kimdə? Gözlərim yaxşı görmür. Şişir, yaraşılmış, yararlası, zarın oyun. Ay, yox, oyun dörü qardaş, həqiqi zaman toydu. Namizət çıxmışdı, efirə gəlmədi. Tövbə, Allah xoşbəxt deyəcək, nə deyirəm? Yusuf, öpürəm sənin ala gözlərindən. Qardaşım. Əmələ baş zaman toy deyir, ad gün, niyə elə zarafat? Bir xanım xoşbəxt olmalı layiqdir, fərqi nədir? Yaşı 50 olsun, 60 olsun. Salam. Valla o yaş sevgi yaşa baxmır. İnsanın qəlbi uşaq qəlbi olur. Bir də sən ki, yenə evlənir də, xanım var burada. Allah xoşbəxt etsin, Esmira xanım. Həqiqətən mənə xoş oldu ki, evlənir. Gəl. İndi mənə baxıb, bəy haraladı? Bəy haraladı? Aleyküm. Yusuf, öpürəm ki. Biz nə bilək halaldı? Yusuf, öpürəm sən qardaş. İnşallah bəy bu hədiyyədən atırlar, yuxarı hədiyyə atırsa, Yusuf, öpürəm sən. Bu Yusuf kimsə qardaşım, çökür, Allah sənə var elə. İnşallah, toy da, Allah xoşbəxt edir. Yox, yalan deyir, valla, yalan olmaz. Ceyran xanım bəy deyir ki, toydur. Valla deyir, toydur. İnşallah 21 ad günüdür. Ola bilsin ki, bir məclis böyüdür. Böyüdür, toy. Efirə gəlməli idi ki, məsələn, düz olsaydı gələrdi, sonra yəqin qorxub ki, zənglər gələcək, ona görə qorxub. 60 yaşında bəy olar. Qardaş, sevgi yaşa baxmır, baş var. Sevgi yaşa baxmır ki. Bir də ölsən ki, baş getdi, elə bir uşaq kimi sevir. Cəmaat 70 yaşında sevir. Orada ATV-yə gördün, evlənməlisən.
O yaş izi orada itir. Əslində xoşbəxt olmağa layiq insandır. Ancaq yalancı çıxmamalıydılar. Salam qava, salam. Hə, valla. İnşallah. Hoş gəldin inşallah. Bunun üçün. O, təmir tikinti işləri bunun üçün. Yox, xanım, bu evlənmir. Esmira xanım evlənir. Bu evlənmir ki. Bu evlənib, toyda da olub zaman. Ha, günün dör. Yox, Esmira xanımdır. İnşallah. Yavun ki, kişi imkanınız atdı, heç olmasa. Ha, keçmiş hərbiçi. Pis o. Keçmiş hərbisi isə, sağ ol qardaşım, sağ ol. Keçmiş hərbisi isə şey kimi, düzlər olmadı. Olmadı. İnşallah yaxşı olar. Menziesdə qalır. Yaxşıdır. Yaxşı olar inşallah. Onda bir mahnı qoyacam, qəşəng mahnı inşallah. Bax, bir dənə mahnı qoyacam. Qəşəng. Nənəm qoy. Hələ toy bilirəm inşallah. Bir dənə mahnı qoyacam, bax, elə bir toydan. Bax. Yusuf, sən hansı Yusufsan, hələ? O dedi, mənim misafirimə gələrsiniz. Həki sənə xoşbəxt olur. Nə? Dedi, misafirimə gəlin. Hara? Kim dedi? Kim dedi? Bibi. Ha, baxdı. İndi deyir, gəlin ora. Heç nə biləm.